Kürdəmirdə magistral su boru xətti partlayıb. Hadisə Külüllü Kürdəmir magistral su xəttinin 32-ci kilometrində rayonun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, qəza diametri 500 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Dərhal qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Bundan başqa su xəttinin partlaması nəticəsində ətrafdakı həyətlər və həyətyanı sahələrdə də su basmaları baş verib və sakinlərə ziyan dəyib. Vallahi səhər saat 5 idi. Yoldan keçən taksi şoförü Zar. O çağırdı ki, durba partlayıb su şoförü. Çıxdım, baxdım, gördüm ev, həyət, hamısı suyun içindədir. Suyun o çıxdıq yola, nə qədər elədik, qabağını alanmadı o. Sonra zəng elədim 102-yə zəng eləyəndən sonra, ondan sonra da icra hakimiyyətinə zəng elədim. Oradan da sonra hardasa saat 8-də də su idarəsi gəldi. Gəldilər, baxdılar, sunu bağladılar daldan, ondan sonra hələ də su axır həkimdən. Nə qədər ziyan dəyib o verirsin? Əsasən nəyə ziyan dəyib? Evə dəyib, ağaçlarıma dəyib, hərkanı sahəni bütün su basmışdı. İndi nə köməklik edən, buna 3-cü dəfədir. Bizim evin böyründən partlayır. Burada bir dənə əlini qılan yoxdur. Bu kimi maraqlı. Keçən dəfə də deyildi ki, bu su 2 gündən bir partlayır. Qaraqocalı kəndində vəbki ayda bir dəfə, 2 dəfə partlayır bu su. Sabah evdə oturmuşduq, tezdən saat 5 idi. Bir də gördük ki, qapı döyülür. Durduq elə, gördük ki, bir dənə taksi şoförüdür, qapını döyür. Deyir ki, nə olub? Deyir ki, su partlayıb yolda, ev üzrü su aparır. Çıxdıq, gördük, hə, düzdür, ev su aparır. Gördük ki, su yaman çox axır. Sonra gəldik, düşdük, gördük, həyətə bütün evin altı, bütün damcat, hamısı seyirləyir, dolub. Yəni, ondan sonra su kəsilmədi. Prosta hadisə yerinə gəlib geç çıxdılar. Hardasa bir 2 saat ora-bura 102-yə, Pajarniyə zada zəng vurduq, ondan sonra gəldilər, çıxdılar. Su çox axdı, ondan sonra gəldi su bağladılar. Biraz ondan sonra kanalizasiya sistemi su axdı, getdi, bütün kənd tərəfə də hamısına. Bütün yol, iriz hamısı batmışdı. Həyətdə ağaçlara ziyan dəyib. Prosta dərdimizi bilmirik kimə deyək. 5 gündən bir, 10 gündən bir aydan bir belə hadisələr tez-tez baş verir burada. 2-3 aydan bir belə partlayır. Yəni su basır. Yəni baxan yoxdur. Durvada deşilir, dağılır. Yamayırlar, gedirlər, üstünü örtürlər, təzədən yenə buraxır. Su bütün evə, həyətə ziyan dəyib. Hadisə 27 mart səhər radələrində, səhər 5-6 radələrində baş vermişdir. Hadisə ilə bağlı idarəyə məlumat daxil olan kimi idarəmizin canlı qüvvəsi və texnikası dərhal qəza yerinə gəlmişdilər. Hal-hazırda gördüyünüz kimi qəza ilə əlaqədar işlərimiz davam edir. Hadisəmiz Ağsu Bəhrəmtəpə magistral yolunun 32-ci kilometrliyində baş verib. Külüllü Kürdəmir diametri 500 mm olan İsməli su xəttində baş vermişdir hadisəmiz. Aradan qaldırılması istiqamətində? Aradan qaldırılması idarəmizin canlı qüvvəsi və texnikası, yəni tam qüvvəsi ilə çalışır. Çalışırıq ki, bu günlərin axşam saatlarına qədər qəzanı tam bərpa edib əhalini içməli su təminatı ilə təmin eləyək. Qeyd edək ki, Külüllü Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayon mərkəzi daxil olmaqla 6 kəndin ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir. Aqil Əsədov, Nigar Qayyum, Gün TV.